Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının əməkdaşı dövlət təltifinə layiq görülüb. Azərbaycan Tibb Universitetinin Ağız və Üz Sənət Cərrahiyyəsi kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının cərrahı, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oktay Mehdiyev və assosiasiyanın Qubadlı şəhəri üzrə tibbi koordinatoru stomatoloq Ağa Məmmədov Dövlət Sərhəd Xidməti tərəfindən hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə medalı ilə təltif olunublar. Təltif 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü çərçivəsində verilib. Təltif onların dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində həyata keçirdikləri fəaliyyətə, vətənpərvərlik ruhunda gördükləri işlərə, eləcə də ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsində verdikləri töhfəyə yüksək qiymətin ifadəsidir. Wikimed.az Azərbaycan onlayn tibbi ensiklopediyası və Sağlam TV Oktay Mehdiyevi və Ağa Məmmədovu bu nüfuzlu dövlət təltifi münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətində yeni uğurlar arzulayır.